Salam, hər birinizi xoş gördük. Bu günlərim Dövlət İmtahan Mərkəzinin coğrafiya fənni üzrə test toplusu 2023-dən səhifə 188-də olan Azərbaycanın iqlimi bölməsinin tam şəkildə testlərini izah edəcəyik. Vaxt itirmədən keçək testlərimizin həllinə. Deməli, birinci testin çalışmasında bildirilir ki, bizə Talış dağlarına aid olmayan cəhət. Talış dağlarına aid olmayan cəhət. Bilirsiniz ki, Respublikamızda yalnız Talış dağlarında yəni az olan landşafta rast gəlinir ki, bu da e, deməli Xəzər dənizinin sahillərindən, yəni Lənkəran ovalığından üzü Talış dağlarının zirvəsinə kömürçüyə doğru qalxdıqca yağıntı və deməli yağıntının və temperaturun yağıntının azalması, temperaturun isə yüksəlməsinin deməli müşahidə olunmasıdır. Talış dağlarına aid olmayan cəhət yağıntıların orta və yüksək dağlığa doğru artması. Deməli bilirsiniz ki, digər deməli dağlarımızda yağıntılar orta və yüksək dağlığa doğru artması müşahidə olunduğu halda Talış dağlarında bu hal müşahidə olunmur. Ona görə də doğru olmayan cavabımız elə A variantıdır. Keçək ikinci testə. Azərbaycanda daha çox yağıntı düşən ərazilər. Azərbaycanda daha çox yağıntı düşən ərazilər bilirsiniz ki, əsasən deməli Azərbaycanda yağıntıların düşməsinə görə Talış dağları, eləcə də Böyük Qafqazın cənub və cənub-şərq yamacları, Kiçik Qafqazın yüksək dağlıq əraziləri xüsusilə fərqlənməkdədir. Məsələn, burada A variantında Samur Dəvət Çobalığı, Acınoxur çıxır. Sonra B variantında Naxçıvan Araz boyu düzənlikləri, C variantında Abşeron Qobustan, D variantında Talış dağlarının ətəkləri, Böyük Qafqazın cənub yamacları qeyd etdiyimiz kimi sualın doğru cavabıdır. Sonra keçirik növbəti testimizə. Üçüncü testdə, deməli, üçüncü testdə bildirilir ki, Azərbaycanda düz günəş radiasiyasının daha böyük qiymət aldığı ərazilər. Bilirsiniz ki, radiasiya ikiyə yerə bölünür. Düz və səpələnən radiasiya. Düz radiasiya əsasən buludsuz ərazilərdə geniş şəkildə müşahidə olunmaqdadır. Yəni, bulud olan ərazilərdə günəş radiasiyası, səpələnən radiasiya daha böyük olur. Buludsuz ərazilər isə Respublikamızın ərazisində, düzənlik ərazilər xüsusilə buludsuzdur. O cümlədən yüksək dağlıq ərazilərimizdə buna aid etməliyik. Məsələn, A variantda Qarabağ düzü, Samur Dəvəçi ovalığı, yan silsilə. Aha, gəlin digər variantları da analiz edək. Samur Dəvəçova, Lənkəran. Məsələn, Lənkərana görə B variantımız çıxdı. Gəncə Qazax, Lənkəran. Lənkərana görə yenə çıxmalıyıq. Kür Araz ovalığı, Arazboyu, Şərur Ordubad, Şirvan, Lənkəran, Talışın orta dağlığı, yəni Talışın orta dağlığında çıxırıq. Uşaqlar, yadda saxlayın ki, deməli, Respublikamızın ərazisində Şərur Ordubad düzündə düz radiasiyanın kəmiyyəti, yəni digər dağlıq ərazilərimizdə yüksək dağlıqda belə daha yüksəkdir. Ona görə də A variantını doğru cavab kimi götürə bilmərik. Sualımızın doğru cavabı elə D variantıdır. Dördüncü sual. Azərbaycanda ən az yağıntı düşən ərazilər. Azərbaycanda ən az yağıntı düşən ərazilər Abşeron, Qobustan və Kür-Araz ovalığı. A variantı elə sualımızın doğru cavabı kimi qeyd edilmişdir. Məsələn, B-də Lənkəranı çıxmalıyıq. C-də Talış dağları, D-də yenə Lənkəran, Böyük Qafqazın cənub yamaçları dediyim kimi Respublikamızda ən çox yağıntı düşən ərazilərdəndir. Azərbaycanda buludluğun daha çox olduğu ərazilər. Aha, indi isə əksini çıxmalıyıq. Yəni burada dördüncü sualda deməli üçüncü sualda götürdüyümüz, yəni D variant Kür-Araz, Arazboyu və Şərri Ordubatı çıxmağımız daha doğru olar. Azərbaycanda buludluğun daha çox olduğu ərazilər. Deməli, burada Lənkəran ovalığı, Böyük və Kiçik Qafqazın orta dağlığı sualımızın elə doğru cavabı A variantında qeydə alınmışdır. Digər variantlara baxası olsaq, B variantında, məsələn, Abşeronda buludluğu ola bilməz, çox olması. Kür-Araz ovalığı o cümlədən. Arazboyu düzənliklərə görə D variantını çıxmalıyıq. Şollar düzü, Mil Muğam, Kiçik Qafqazın dağətəyi zonası olduğu üçün də bu variantda E variantını çıxmalıyıq. Altıncı sual. Azərbaycanda müşahidə olunan isti və quru küləklər. Azərbaycanda müşahidə olunan isti və quru küləklər Ağ-yel və Qarayel küləkləridir ki, uşaqlar, bu küləklər əsasən dağlıq ərazilərdə
əsməkdədir və Azərbaycanda müşahidə olunan isti və quru çörəklər ağ yel və qara yel çörəkləridir. Sonra Lənkəran ovalığında günəşli saatların 7-ci sualda. Lənkəran ovalığında günəşli saatların illik miqdarı arazboyu düzənlikdən az olmasının səbəbi. Aha, deməli günəşli saatların az olmasının səbəbi Xəzər dənizinə daha yaxın olması ola bilməz. Mütləq hündürlüyün az olması ola bilməz. Daha sonra Lənkəran ovalığının arazboyu düzənlikdən çox kiçik olması sualımızın doğru cavabı hesab olunmaz. Buludluğun çox olması, bəli, buludluğun çox olması səbəbindən Lənkəran ovalığında günəşli saatların illik miqdarı Küraraz ovalığından arazboyu düzənliklərdən azdır, bəli. Sonra keçirik 8-ci suala. Azərbaycanda günəş enerjisindən istifadənin perspektivi daha böyük olan ərazilər. Enerjisindən istifadənin perspektivi o ərazilərdə yüksək olar ki, orada günəşli saatların miqdarı çoxdur. Məsələn, Lənkəran ovalığı bayaqları digər sualda da qeyd etdik. Lənkəran ovalığında günəşli saatların miqdarı çox deyildir. Sonra Böyük Qafqazın yüksək dağlığı, Naxçıvanın arazboyu düzənliyi, Şollar düzü, Böyük Qafqazın yüksək dağlığı bu variantımızda saxlayırıq. Dediyimiz kimi yüksək dağlıqda deməli düz günəş radiasiyası o gündən də günəşli saatların miqdarı çoxdur. Abşeron dağ ətəyi və yüksək dağlıq sahələri Abşeron dağətəyi və yüksək dağlıq sahələr, yəni dağətəyi və yüksək dağlığı, dağətəyi ərazilər buludlu olduğu üçün çıxmalıyıq. Sonra Naxçıvan, Arazboy düzənlikləri, Abşeron, Külaraz, Şollar düzü, Kiçik Qafqazın orta dağlığı, Acınahor, orta dağlığı da buludlu olduğu üçün çıxırıq. Burada qalır B və D variantı. Amma burada deyir ki, Azərbaycan günəş enerjisindən istifadənin perspektivi daha böyük olan ərazilər isə öz növbəsində sözsüz ki, Naxçıvanın Arazboyu düzənlikləri, Abşeron və Küraz ovalığı B variantı ilə müqayisədə bizim doğru cavabımız hesab edilir. 9-cu sual. Cıravar küləyinin əsdiyi istiqamət və onun e, ölkəmizin hava şəraitinə təsiri. Cıravar küləkləri yadda saxlayın ki, isti küləklərdir. Cənub və cənub-şərq istiqamətində isti və quru hava, baxın C variantında olduğu kimi cənub və cənub-şərq isti, quru hava şəraiti yaradır. 9-cu sualın doğru cavabı C variantı olmuş oldu. Keçək 10-cu suala. Xəzri küləyinin əsdiyi istiqamət və onun hava şəraitinə təsiri. Xəzri küləyi isə şimal və şimal-şərqdən, deməli şimal və şimal-şərqdən əsir. Qışda soyuq, küləkli hava şəraiti yaradır və bu da E variantı da yer almış olur. Bu sualımızın doğru cavabı. 11-ci sual. Səpələnən günəş radiasiyasının daha çox olduğu ərazilər. Səpələnən günəş radiasiyasının daha çox olduğu ərazilər, deməli, Samur dəvəçi ovalığını çıxmalıyıq. Çünki düzənliklərdə səpələnən deyil, dediyim kimi düz radiasiya daha böyükdür. Şuraz ovalığını da çıxmalıyıq. Buludluq azdır. Sonra Ceyran çölü də çıxmalıyıq. Burada da buludluq azdır. Lənkəran ovalığı, Qusar maili düzənliyi, Böyük Qafqazın orta dağlıq zonası D variantı sualımızın doğru cavabıdır. Azərbaycanda düz günəş radiasiyasının daha böyük qiymət aldığı ərazilər 13-cü sualda bizdən soruşulur. Yenə də burada biz Lənkəran ovalığını harda görsək çıxmalıyıq. Lənkəran ovalığı B variantında da yer alıb çıxmalıyıq. C variantında da var çıxmalıyıq. Qarabağ silsiləsi, Samur dəvəti, Şollar düzü. Burada Qarabağ silsiləsinə görə D variantını çıxırıq. Küraraz, Abşeron, Şərri Ordubad, E variantı bizim 13-cü sualın doğru cavabı hesab edilir. 13-cü sual Azərbaycanda buxarlanmanın daha böyük olduğu ərazilər. Azərbaycanda buxarlanmanın daha böyük olduğu ərazilər deyəndə elə düz günəş radiasiyasının buxarlanmanın böyük olduğu ərazilər dedikdə biz yağıntının çox düşdüyü ərazini götürməliyik. Amma bu buxarlanma sözünün qarşısında mümkün buxarlanma, buxarlanmadan sonra buxarlanma qabiliyyəti sözləri yazılarsa, biz burada mütləqdir ki, quraq ərazilər götürək. Yəni ki, qabiliyyəti olub, lakin bu qabiliyyəti həyata keçirmək üçün orada lazım olan suyun olmadığı ərazilər götürürük. Məsələn, Azərbaycanda buxarlanmanın daha böyük olduğu ərazilər deyəndə mütləqdir ki, biz yağıntının çox düşdüyü ərazilər götürək. Arazboyu düzənliklərə görə A variantı çıxır. Ceyrançol Azınəhora görə B variantı çıxır. Böyük Qafqazın cənub yamacları Lənkəran ovalığı C variantı ilə sualımızın doğru cavabıdır.
14-cü sual. Azərbaycanda mümkün buxarlanmanın ən böyük qiymətinin müşahidə olunduğu ərazilər. Azərbaycanda mümkün buxarlanmanın ən böyük qiymətinin müşahidə olunduğu ərazilər dedikdə, biz mütləqdir ki, quraq əraziləri götürməliyik. Məsələn, Böyük Qafqazın cənub yamaclarına görə A variantı çıxır. Naxçıvan Arazboyu düzənliklər Kür Araz ovalığı. B variantı elə sualımızın doğru cavabıdır. 15-ci sual. Orta Araz Naxçıvan vilayətinin iqlimi üçün səciyyəvi olmayan xüsusiyyət. Deməli, Orta Araz Naxçıvan vilayəti üçün iqlim üçün səciyyəvi olmayan xüsusiyyət. Yayın quraq keçməsi. Bilirsiniz ki, Orta Araz Naxçıvan vilayətində yayı quraq keçən deməli, yayı quraq keçən yarım-səhra quru çöl iqlimi hakimdir. Ona görə də A variantı aiddir. Arazboyu düzənliklərin rütubətlənmə əmsalının vahiddən böyük olması. Bəli, B variantı doğru olmayan variantımız olduğu üçün sualımızın doğru cavabı hesab edilir. Yəni Arazboyu düzənlikləri rütubətlənmə əmsalının vahiddən böyük deyil, kiçik olması müşahidə edilir. Azərbaycanda mümkün buxarlanmanın sual 16. Yanğıntıdan daha çox olduğu ərazilər. Yəni mümkün buxarlanmanın yağıntıdan daha çox olduğu ərazilər. Burada da yəni ki, quraq əraziləri götürməliyik. Yəni mümkün buxarlanma qabiliyyəti dedikdə biz quraq ərazi üçün şərtdir. Deməli, burada quraq əraziləri biz götürəsi olsaq, Böyük Qafqazın yüksək dağlığı, Kiçik Qafqazın yüksək dağlığı, Qobustan sualımızın doğru cavabı ola bilməz. Abşeron, Kiçik Qafqazın yüksək dağlığı, Dağlıq Şirvan. Bu da doğru cavab deyil. Abşeron, Böyük Qafqazın yüksək dağlığı. Bu da yanlış cavabdır. Deməli, daha sonra Arazboyu, Talış dağlarına görə burada D variantı çıxır. Kür Araz ovalığı, Arazboyu düzənliklər, Abşeron. E variantı sualımızın tamamilə doğru cavabıdır. 17-ci sual. Azərbaycanda daha az rütubətliyə malik olan ərazilər. Deməli, Azərbaycanda daha az rütubətliyə malik olan ərazilər dedikdə, sözsüz ki, biz yağıntının az düşdüyü əraziləri götürməliyik. Məsələn, burada Talış dağlarının ətəklərinə görə A variantı çıxır. Böyük və Kiçik Qafqazın orta dağlığına görə B variantı çıxır. Lənkəran ovalığına görə C variantı çıxır. Böyük Qafqazın yüksək dağlığı, Lənkəran və Samur dəvəçi ovalıqları Lənkəran ovalığına görə D variantı çıxır. Beləliklə sualımızın doğru cavabı elə E variantı olmuş olur ki, burada da qeyd edilib ki, Küraraz ovalığı, Araz boyu düzənliklər, Abşeron, Qobustan. 18-ci sual. Rütubətlənmə əmsalının vahiddən kiçik olduğu ərazilər. Deməli, bizdən soruşur ki, rütubətlənmə əmsalının vahiddən kiçik olduğu ərazilər. Bilirsiniz ki, Respublikamızda rütubətlənmə əmsalının vahiddən böyük olduğu ərazilər dedik axı, Talış dağları, Böyük Qafqazın cənub və cənub-şərq ətəkləridir ki, eləcə də orta dağlıq ərazilərdir ki, buralarda rütubətlənmə əmsalı vahiddən böyükdür. Bizə deyir kiçik olduğu. İndi baxın, burada böyük olduğu əraziləri variantdan çıxaq. Böyük Qafqazın cənub yamacları, yəni burada 1 vahiddən böyükdür. Ona görə 1 olan variantları çıxırıq. Dərhal 1 olan variantları çıxırıq və hazır 2 variantımız getmiş oldu. Küraz ovalığı aiddir, Talış dağları üstə aiddir. Vahiddən böyük daxı. Üçləri də çıxırıq. C variantında çıxdıq, E variantında çıxdıq. Beləliklə 2 variantı çıxdıqdan sonra e, həmən anında sualımızın doğru cavabını tapmış olduq ki, D variantı 18-ci sualımızın doğru cavabıdır. 19-cu sual. Buxarlanma qabiliyyətinin yüksək olduğu ərazilər. Yenə də deyirəm, buxarlanma qabiliyyəti, mümkün buxarlanma gəldikdə mütləqdir ki, quraq əraziləri götürək. Məsələn, gəlin baxaq görək, indi burada yağıntının, bax burada da eynən deyir ki, əmsalının vahiddən kiçik olduğu. Eyni, demək olar ki, eyni sualdır məzmunlu. Buxarlanma qabiliyyətinin yüksək olduğu ərazi. Burada yağıntının çox olduğu əraziləri götürürük də. Orada buxarlanma böyükdür, yağıntı çox olan hissələrdə qabiliyyəti deyil. Yağıntı çox olan ərazi hansıdır? Bax, 3-dür, Talış dağları. Üçü bütün variantlardan çıxırıq. E variantından da çıxırıq, C variantından da. Daha sonra hansıdır? Qarabağ vulkanik yaylası, düzdürmü? 4-ü də çıxırıq bütün variantlarımızdan. Beləliklə asan şəkildə tapmış olduq ki, elə sualımızın doğru cavabı A variantıdır. 20-ci sual. Böyük Qafqazın şimal yamaclarında qar xəttinin cənub yamaca nisbətən daha aşağıdan keçməsinin səbəbini bizdən soruşur. Deyək, Böyük Qafqazın şimal yamacı qar xəttinin cənub yamaclarına nisbətən daha aşağıdan keçməsi. Cavab variantlarını oxuyaq. Rütubətli əmsalının kiçik olması ola bilməz. Meyilliyin yüksək olması
doğru cavab ola bilməz. Orta illik temperaturun daha aşağı olması, bəli, C variantı elə sualımızın doğru cavabı hesab olunur. Çünki bilirsiniz ki, ölkəmiz 40 dərəcə şimal elliyində yerləşir. 40 dərəcə şimal elliyində, baxın, 40 dərəcə şimal elliyində yerləşir. Düzdürmü? Şimal. 40 dərəcə şimal elliyində. Günəş hara kimi gəlir? Günəş də gəlir 23,5 dərəcə. Günəş də gəlir, deməli, 23,5 dərəcə, 23,5 dərəcə, aha, 23,5 dərəcə şimal elliyinə kimi. 23,5 dərəcə şimal elliyinə kimi gəlir. Doğrudurmu? Burada indi bizim belə bir dağımız olsa əgər, dağımız olmuş olsaydı əgər, bunun bu gördüyünüz bu hissəsi, yəni şimal yamacı. Şimal yamacında deməli daha az, cənub yamacına baxanda daha az günəş şüaları alardı. Çünki günəş 23,5-ə qədər gəlir axı. 23,5-ə qədər gəldiyi üçün bura daha böyük bucaq altında düşür cənub yamacları. Şimal yamacları isə daha kiçik bucaq altında düşür. Eləcə də il ərzində bu davam etdiyi üçün demək orta illik temperaturu daha aşağı olur şimal yamaclarında. Bunun da səbəbi bu olmuş oldu. Kür Araz ovalığında düz günəş radiasiyasının Lənkəran ovalığından çox olmasının səbəbi. Kür Araz ovalığında düz günəş radiasiyasının Lənkəran ovalığından çox olmasının səbəbi. Aha, baxaq. Ərazinin hamar düzənliyi olması. Biri ovalıqdır, biri ikisi də hər ikisi ovallıqdır. Relyefi eynidir. Buludlu günlərin az olması, Kür Araz ovalığında düz günəş radiasiyasının çox olmasının səbəbi, bəli, buludlu günlərin çox olmasıdır. Əgər Kür Arazda buludlu günlərin sayı çox olsaydı, yəni buludluq çox olsaydı, səpələnən radiasiya, yəni Lənkəran ovalığı kimi olmuş olardı. 22-ci sual. Abşeronda İsti yay günlərində Xəzri küləyinin havada yaratdığı dəyişiklik. Deməli, Abşeronda isti yay günlərində Xəzri küləyinin havada yaratdığı deməli dəyişiklik. Bilirsiniz ki, Xəzri küləyi soyuq küləkdir. Şimal və şimal-şərqdən əsir. Ona görə isti yay günlərində nə edir? Temperaturu aşağı salar, hava sərinləşər. C variantı burada 22-ci sualımızın doğru cavabı olmuş olar. 23-cü sual. Azərbaycanda isti yay günlərində kilovatt küləyin havada yaratdığı dəyişiklik. Bilirsiniz ki, temperaturu artırır, hava bulutsuz olur. Çünki kilovatt küləyi də isti küləkdir. İsti külək yay günlərində nə edir? Havanın temperaturunu daha da artırar. Aydın və bulutsuz hava olar. Ha, bax görürsünüz burada da yazır ki, küləkləri fəallaşır, temperatur artır, amma şimal-şimal-şərqdir. Şimal-şimal-şərq küləyi deyil axı, D variantında göstərildiyi kimi. Cavab cənub-cənub-şərq küləyidir. Yanvar ayının külək günü, deməli 24-cü sual. Əsasən Bakıda hakim küləklərin istiqamətini və onların yerli adlarını müəyyən edin. Aha, bilirsiniz ki, külək, məsələn, yanvar ayı üçün burada, indi şəkil aydın düşməyib. Bu mərkəzi hissədə küləksiz günlərin sayı qeyd edilir. Eləcə də külək əsən günlərə bu şəkildə xətlər qoyulur, xətlər. Daha sonra, deməli, bu xətlər, deməli, gördüyünüz bu hörümçək toru şəklində birləşdirilir. Və biz bu təsvirə baxan zaman harada daha çox qabarıqlıq görürüksə, küləyin o istiqamətdən daha çox əsdiyini müəyyən etmiş oluruq. Bax, görürük ki, burada qabarıqlıq şimal istiqamətində, məsələn, ilk baxanda görürəm ki, qabarıqlıq daha çoxdur. Deməli, külək əsib şimal istiqamətindən. Əsas hakim istiqamət olaraq şimal istiqamətindən əsib. Yəni bu cənub olan hissələri çıxırıq. Sonra baxırıq ki, hardan əsib. Bir də şimal istiqamətdən əsdiyi kimi, bir də cənub-şərqdən küləyin əsdiyini görürük. Şimal və cənub-şərq, eləcə də deməli şimal və cənub-şərq D variantında qeyd edildiyi kimi sualımızın doğru cavabıdır. Burada da Xəzri və Gilavar eyni ilə tamamilə sualımızı tamamlamış olur. 24-cü sual doğru cavabımız D variantı. 25-ci sual. Azərbaycan ərazisində Culfa məntəqəsi, deməli Azərbaycan ərazisində Culfa məntəqəsi üçün səciyyəvi xüsusiyyət. Ölkə üzrə ən az yağıntı burada müşahidə edilir. Ölkə üzrə ən az yağıntı, yadda saxlayın ki, Qobustanın cənub-şərqində Buta qəsəbəsində müşahidə edilir ki, yəni bu hissədə yağıntı respublikamızda
minimum dərəcədə düşmüş olur. Yəni burada culfa üçün səciyyəvi cəhətlərə aid etmiş ola bilmərik. B variantı mütləq maksimum və minimum temperaturlar burada qeydə alınır. Bəli, tamamilə doğrudur. Çünki culfa məntəqəmiz üçün yayda temperaturun 44 Selsi, yəni 44 Selsi istilik qeydə alınıb, mütləq maksimum. Qışda isə -33 Selsi, deməli temperatur qeydə alınmışdır. Aha. Yəni temperatur amplitudası gördüyünüz kimi 77 dərəcəyə bərabərdir. 25-ci sual doğru cavab B variantı. 26-cı sual. Havanın orta illik temperaturu müsbət 10 Selsidən aşağı olduğu şəhərlər. Deməli, əgər bizdən soruşursa ki, illik temperaturu müsbət 10 Selsidən aşağı olduğu şəhərlər, bu şəhərlər bizim dağlıq şəhərlərimiz olmalıdır ki, orta illik temperaturu 10 Selsidən yüksək olsun. Yəni düzənlik şəhərlərimiz üçün, düzənlikdə yerləşən məntəqələrimiz üçün, rayonlarımız, şəhərlərimiz üçün hər bir halda 10 Selsidən yuxarı olması demək olar ki, ödənilir. Ona görə bizə dağlıq ərazilər lazımdır. Məsələn, Şərur, Naxçıvan, İmişli. Məsələn, İmişliyə görə, Şərura görə elə A variantı çıxmış olur. Daşkəsən, Kəlbəcər, Şuşa. Bəli, bu sualımızın doğru cavabıdır. Hər üç rayonumuz yüksək dağlıq əraziləri əhatə edir və sualımızı doğru şəkildə tamamlamış oluruq. 27-ci sual. Havanın illik temperaturu 10 Selsidən yuxarı olduğu şəhərlər. Burada da eyni zamanda deməli 10 Selsidən yuxarı olduğu deyəndə düzənlik ərazilərə çıxmalı. Məsələn, A variantında Daşkəsən çıxır. B variantında Bərdə, Salyan, Hacıqabul hər ikisi, hər üçü sualımızın doğru cavabıdır. Ona görə də B variantı 27-ci sualın doğru cavabıdır. Digər suallarda məsələn Şahbuz, Kəlbəcər, Gədəbəyə görə çıxmalıyıq və B variantı doğru cavab olaraq qalır. 28-ci sual. Azərbaycanda atmosfer yağıntılarının əsasən ilin soyuq dövründə düşməsinin səbəbi. Aha, gəlin görək ilin soyuq dövründə düşməsinin səbəbi nə ola bilər? Qərb tərəfdən gələn quru hava axınları. Xeyr, bu olduqca yanlış cavabdır. Yəni qərb tərəfdən gələn hava axınlarının, gələn quru hava axınları cavabı, doğru cavabımız hesab edilə bilməz. Həm də yadda saxlayın ki, Kiçik Qafqaz, yəni qərbdən gələn hava kütlələrinin böyük bir qisminin qarşısını kəsmiş olur. Xəzər dənizi üzərində yaranan hava kütlələrinin təsiri. Xeyr, bu da sualımızın doğru cavabı deyildir. Mülayim hava kütlələrinin hakim olması. Bəli, C variantı elə sualımızın doğru cavabı olaraq yer almaqdadır. Mülayim hava kütlələrinin hakim olması Azərbaycanda atmosfer yağıntılarının əsasən ilin soyuq dövründə düşməsinin səbəbidir. Aha, sonra 29-cu sual. Azərbaycanda atmosfer yağıntıları ilin isti dövründə az düşməsinin səbəbi. Aha, baxaq görək bunun cavabı nə ola bilər. Aralıq dənizindən gələn cənub siklonlarının təsiri. Xeyr, bu yanlış cavabdır. Tropik hava kütlələrinin hakim olması, mülayim hava kütlələrinin hakim olması, dedik ki, qışda düşməsinə səbəb olur. Buxarlanma və buxarlanma qabiliyyətinin çox olması D variantı da yanlış cavabdır. Mülayim kontinental havaların təsiri bu E variantda çıxmış olur. Tropik hava kütlələrinin hakim olması B variantı 29-cu sualımızın elə doğru cavabı olmuş olur. Sonra Abşeron yarımadasının cənubunda yağıntıların az düşməsinin səbəbi. 30-cu sual. Deməli, 30-cu sualda deyilir ki, Abşeron yarımadasının cənubunda yağıntıların az düşməsinin səbəbi. Deməli, Abşeron yarımadasının cənubunda yağıntıların az düşməsinin səbəbi nə ola bilər? Az mütləq hündürlüyə malik dəniz sahillərində yerləşməsi, qışda qərbdən quru hava kütlələrinin daxil olması, cənubdan gələn rütubətli hava tarixi, yayda tropik hava kütlələrinin hakim olması. Deməli, az mütləq hündürlüyə malik dəniz sahillərinin də yerləşməsi 1, eləcə də yayda tropik hava kütləsinin hakim olması 4, yəni 1 və 4 sualımızın elə doğru cavabı olmuş olur. 31-ci sual. Azərbaycanda yağıntıların daha çox düşdüyü ərazilər. Azərbaycanda yağıntıların daha çox düşdüyü əraziləri, yəni sual boyu dəfələrlə təkrarlamış olduq. Kür Araz ovalığı ola bilməz. Böyük Qafqazın Cənub yamacı, Talış dağları birbaşa sualımızın doğru cavabıdır. Eyler-Venn diaqramına əsasən
32-ci sual. Eyler-bir diaqramına əsasən uyğunluğu müəyyən edin. Baxın, bir tərəfdə gilavar küləklərin adı verilib, digər tərəfdə isə deməli xəzri küləklərinin adı çəkilməkdədir. Yəni gilavar cənub və cənub-şərqdən, xəzri isə şimal və şimal-şərqdən əsən küləklərdir. Bax, yerli küləklərdir ifadəsi hər ikisinə aiddir. Ona görə 3-ə 1 yazırıq. Sonra Abşeronda dağıdıcı hadisələrə səbəb olur, neft mədənlərinə ziyan vurur. Yadda saxlayın ki, bu elə Xəzərdə neft mədənlərinə ziyan vurduğu üçün Xəzərin adı ilə bağlı elə yadınızda saxlayın ki, Xəzri küləkləridir. Cənub, cənub-şərq istiqamətində əsir, gilavar küləkləri cənub və cənub-şərq istiqamətində əsir. Yay vaxtı quru hava şəraiti yaradır. Yay vaxtı quru hava şəraiti yaratması üçün yadda saxlayın, isti külək olmalıdır. İsti külək bunlardan hansıdır? Kilavar küləkləri isti küləklərdir. Abşeron yarımadasının iqliminə əhəmiyyətli dərəcədə təsir edir. Şimal və şimal-şərq istiqamətində əsir. Şimal və şimal-şərq istiqamətində xəzri küləkləri əsir. Abşerona isə hər ikisi təsir etmiş olur. Deməli, birinci, deməli, Rum rəqəmi ilə 1-ə 3 və 4, deməli, 1-ə 3 və 4, 2-yə Aha. Dağıdıcı hadisələrə səbəb olur. Deməli, 1-ə 3 və 4-ə aid edirik. Bəli, 2-yə 2 və 6, 3-ə isə 1 və 5. Bəli, E variantında sualımızın doğru cavabı yer almışdır. 33-cü sual. Dağın ətəyindən 1629 metr yüksəklikdə havanın temperaturu müsbət 14 Selsidir. Dağın zirvəsində havanın temperaturu müsbət 2 Selsi olarsa, zirvənin mütləq hündürlüyünü və hansı zirvə olduğunu müəyyən edin deyə bizə sual verir. Baxın, deyir, dağın ətəyindən 1629 metr hündürlükdə havanın temperaturu 14 Selsidir. Aha, 14 Selsidir. Dağın zirvəsində havanın temperaturu müsbət 2 Selsidir. Deməli, bir dənə dağ rəsmi çalışaq bura çəkək. Bir dənə dağ rəsmi bura çəkək. Aha, bu bizim olsun dağımız. Aha. Bu bizim dağımızdır. Deyir dağın ətəyindən 1629 metr yüksəkdə havanın temperaturu 14 Selsidir. Yəni fərz edək ki, burada 14 Selsi temperaturumuza malikdir. 14 Selsi və 1629 metr. 1629. Yəni mouse'la olduqca çətindir bunu yazmaq. Aha. 1629 metr hündürlüyə malikdir. 14 Selsidir. Dağın zirvəsində temperatur deməli 2 Selsidir. 2 Selsidir. Aha. Bizə deyir ki, zirvənin mütləq hündürlüyü və hansı zirvə olduğunu müəyyən edir. Deməli, 14 Selsi 2 Selsi. 14-dən 2 çıxdıqda alırıq ki, 12 Selsidir. Biz də hər birimiz bilirik ki, hər 1000 metr yuxarı qalxdıqda, 1000 metr yüksəkliyə qalxdıqca temperatur deməli, nə qədər düşür aşağı? 1000 metr yuxarı qalxdıqca temperatur 2 Selsi aşağı düşür. Biz də burada qalxmış oluruq. Bizə də burada deyir ki, 14 çıx 2, 12 Selsi və hər 1000 metrə 6 Selsi, üzr istəyirəm, 2 Selsi yazmışam bura. Hər 1000 metrə 6 Selsi aşağı düşdüyünü nəzərə aldıqda biz görmüş oluruq ki, yəni 6 Selsi düşdüyünü görmüş olsaq, biz görmüş oluruq ki, burada deməli 2000 metr zirvə ilə bu 1629 metrlik məntəqəmiz arasında məsafə fərqi var. Deməli, 2000 metrdə əlavə edəndə nə qədər olur? 3629 metrdir zirvə. Burada da 3629 metr olan iki variantımız var. Ya A variantıdır doğru cavab, ya da B variantıdır. Dübrar bilirsiniz ki, 2205 metrdir Dübrar. Ona görə Dübrar zirvəsi sualın doğru cavabı ola bilməz. A variantı Babadağ, üzr istəyirəm. A variantı Babadağ sualımızın elə doğru cavabıdır. Talaş dağları Respublikamızın digər dağlıq ərazilərindən fərqləndirən əsas xüsusiyyətlər. Deməli, Talış dağlarını Respublikamızın digər dağlıqlarından fərqləndirən əsas xüsusiyyət elə birini bayaq iş sualı izah etdik axı. Deməli, hündürlüyə qalxdıqca
temperatur və yağıntının azalması. Yağıntının azalması temperaturun artmasını deyə bildirdik. Talış dağlarında deməli getdik. İndi sualımızın doğru cavabına baxaq. Talış dağları Respublikamızın digər dağlıq ərazilərindən fərqlənir. Əsas xüsusiyyət alçaq dağlıqdan orta dağlığa doğru atmosfer yağıntıların azalması. Bəli, bu bir elə düppədüz variantdır. Alçaq dağlıqdan orta dağlığa doğru yağıntıların artması. Xeyr. İki yanlışdır. İki olan variantları elə çıxmış oluruq. Birlə olanı doğru götürməliyik. Elə birlə bir variant veribdim bizə. 1 və 5. Şaquli qurşaqlığın qanunluluğunun pozulması. Bəli, azonal landşaftın olması elə doğru cavabımız hesab olunur. Deməli, keçdik 35-ci suala. Azərbaycan Respublikasının ərazisində daha çox yağıntı gətirən hava kütlələri. Azərbaycan Respublikasının ərazisində daha çox yağıntı gətirən hava kütlələrinin içərisində ekvatorial hava kütlələrinin adını qeyd etməyimiz mümkün deyildir. Eyni zamanda da tropik hava kütlələrini qeyd edə bilmərik. 2 və 5-ləri çıxsaq bütün cavablardan. Almış olaraq ki, sən demə dəniz arktik hava kütlələri və mülayim dəniz hava kütlələri Respublikamızın ərazisinə daha çox yağıntı gətirmiş olur. A variantı sualımızın doğru cavabıdır. Azərbaycanda havanın orta illik temperaturu müsbət 10 selsidən yüksək olduğu şəhərlər. Yenə deyirəm, müsbət 10 selsidən yüksək olduğu şəhərlər deyirsə, burada dağlıq şəhərlərə çıxıb düzənlik şəhərləri əlavə etmək lazımdır. Hə, sual versəz ki, ay müəllim, biz hardan bilək hansı dağlıq, hansı düzənlikdir? Respublikamızın fiziki xəritəsinə baxaraq, orada, yəni bizim bir çox şəhərlərimizin adı qeyd olunur. Yəni onu və yaxud iqtisadi xəritə ilə müqayisə edin. Orada, yəni qırmızının türklüyü çox olduğu ərazilər dağlıq şəhərlərimizdir. Orta illik temperaturun 10 selsidən az olduğu ərazilərdir. Digər ərazilər isə 10 selsidən düzənlik olduğu ərazilər isə yüksək şəhərlərimizdir. Aha, bizə 10 selsidən yüksək olanı soruşduğu üçün, yəni yüksək olanı soruşduğu üçün biz burada götürəcəyik Bakını, Şirvanı, Kürdəmiri. Burada da Daşkəsən, Şuşa və Qusarı çıxmış olmalıyıq. 1, 3, 5 sualımızın doğru cavabı elə E variantıdır. İllik yağıntının miqdarı 37-ci sual. Daha çox olduğu şəhərlər. Aha, illik yağıntının miqdarı daha çox olduğu şəhərlər. Dedik axı, yəni Böyük Qafqazın cənub və cənub-şərqində yerləşən şəhərlər, eləcə də Talış dağlarının ətəklərində yerləşən şəhərlərimiz yağıntının daha çox olduğu ərazilərdir. Aha, baxın işarələyirəm. 3 Quba, 6 Lənkəran, 7 Zaqatala. Baxaq görək 3, 6, 7 hansı variantda yer alır? Bir də Şuşanı qeyd etməliyik, bəli. 1, 3, 6, 7. C variantı, C variantı sualımızın doğru cavabıdır. 38-ci sual. Bazardüzü və Şaxdağ zirvələri arasında atmosfer təzyiqi fərqini müəyyən edin. Aha, Bazardüzü zirvəsinin hündürlüyü nə qədərdir? Gəlin yadımıza salaq. 4460. Bəs Şaxdağ nə qədərdir? 42, 43. 4000, 42, 43, 4243 metr. 42, 43 kimi yadda saxlayın. Daha yadda qalan olsun. Aha. Deməli, bundan bunu çıxanda, indi burada çıxanda. Deməli, çıxırıq 6-dan 3 çıxanda 3. 6-dan 4 çıxanda 2. 4-dən 2 çıxanda 2. Aha. Deməli, 223 metrdir. Uşaqlar, 223 metr. Deməli, 223 metr bunlar arasında fərq var. Bəli. Görək bu 223 metrimiz deməli neçə atmosfer təzyiqi fərq yaradır bizim üçün. Deməli, hər 1000 metrə 1000 metrə bilirsiniz ki, atmosfer təzyiqi nə qədər aşağı düşür? 100 millimetr aşağı düşür. Üzr istəyirəm, mouse bir qədər çətinlik yaradır. Çalışaq ki, yazaq. 100 millimetr aşağı düşmüş olur. 100 millimetr aşağı düşmüş olur. Bəs 223 metrə nə qədər olar? 223 metrə x. 223 metrə x. X də bərabərdir neçəyə? X də bərabərdir. Deməli, C variantında qeyd edildiyi kimi
22 tam onda 3'e. 22 tam onda 3'e. C variantı sualımızın doğru cevabı. İllik yağıntının miqdarının daha çox olduğu inzibati rayonlar. Yəni illik yağıntının miqdarı daha çox olduğu inzibati rayonlar deyəndə, yenə də öz növbəsində Böyük Qafqazın cənub və cənub-şərq yamacında olanları, o cümlədən orta və yüksək dağlıqda, orta dağlıq ərazilərdə, eləcə də Talış dağların ətəklərində yerləşən ərazilər verir. Məsələn, Astara. Birinci növbədə elə Astaranı qeyd etməliyik. Daha sonra Qubanı qeyd etməliyik. Daha sonra uşaqlar. Burada eləcə də Qəbələnin adını qeyd edə bilərik. Və biz də haranın qapın adını qeyd edə bilərik. Nə olduğunda cavabımız 1, 3, 6, 7. D variantı sualımızın doğru cavabıdır. İllik yağıntının miqdarının daha az olduğu ərazilər. Burada da eyni zamanda Qubanı, Zaqatalanı, Laçını çıxmalıyıq. 2, 5, 8. Deməli 2, 5 çıxdıqdan sonra elə baxırıq ki, E variantı sualımızın doğru cavabıdır. 1, 3, 4, 7. Ağcabədi, Sabirabad, Mişli və 7 Səliyə. Azərbaycanda buxarlanma qabiliyyətinin böyük, buxarlanmanın isə kiçik olduğu ərazilər. Deməli, buxarlanma qabiliyyətinin böyük, buxarlanmanın isə kiçik olduğu ərazilər. Yəni, bu ərazidə istilik və temperatur böyükdür, yəni buxarlanma var. Amma yağıntı az düşür deyən buxarlanma kiçikdir. İstilik var, yağıntı yoxdur. Lənkəranda yağıntı var, bəli, var. Daha sonra Abşeron, Qobustan, Arazboy düzənliklər, Kür Araz ovalığı B variantı elə sualımızın doğru cavabıdır. Digərlərinə məsələn Böyük və Kiçik Qafqazın Orta Dağlığı, Lənkəran, eləcə də burada Kiçik Qafqazın Orta Dağlığı olduğu üçün E variantına çıxmış olduq. 41-ci sualımızın doğru cavabı B variantı. Keçirik 42-ci suala. Azərbaycanın mümkün buxarlanma və yağıntı arasında fərqin daha çox olduğu ərazilər. Deməli, mümkün buxarlanma və yağıntı arasında fərqin daha çox olduğu ərazilər deyəndə burada biz deməli quraq əraziləri yenə də götürməliyik. Məsələn, burada Talış dağları çıxır. Burada Böyük Qafqazın cənub yamacları. Burada deməli Abşeron kiçik Qafqazın Qafqazın yüksək dağlıq hissəsi. Burada Abşeron Böyük Qafqazın yüksək dağlığı, Lənkəran ovalığı çıxdı. Qobustan, Arazboy düzənliklər, Küraraz, E variantı ilə sualımızın doğru cavabı olmuş oldu. Sonra keçirik 43-cü suala. 43-cü sual. Atmosfer yağıntılarının hündürlükdən asılı olaraq dəyişmə qrafikinin səciyyəvi olduğu sıra dağlar. Bilirsiniz ki, gördüyünüz bu xətt düz mütənasibliyi ifadə edir. İkinci xətt. Birinci xətt isə tərs mütənasibliyi qeyd edir. Birinci xətt isə uşaqlar. Deməli, tərs mütənasibliyi ifadə edir. Hər zaman yadınızda saxlayın. Yəni, birinci xətt düz, ikinci xətt tərs mütənasibliyi qeyd etmiş olur. Aha, deməli, burada Respublikamızın bütün dağları düz mütənasibliyə aiddir. Yalnız, yəni bir dağ istisnadır ki, orada tərs mütənasiblikdir. O da yəni, yenə testin gedişlərində dəfələrlə qeyd etmişik ki, Talış dağlarında yüksəkliyə qalxdıqca yağıntının miqdarı azalır. Və buna görə də deməli, burada yağıntı azalmış olur. Yəni tərs mütənasiblikdir. Yəni birə yalnız bir dağı qeyd edə bilərik, Talış dağlarını. Qalan bütün Zəngəzur dağlarıdır, Qarabağ dağlarıdır, yan silsilədir, Niyal dağıdır. Bunların hamısını çıxmalıyıq. Elə biri tapdıqca sualın doğru cavabını tapırıq. Talış dağları, Baş Qafqaz. A variantı doğru cavabımız oldu. Havanın temperaturu və atmosfer yağıntılarının illik gedişini göstərən qrafik hansı ərazi üçün səciyyəvidir? Baxın, burada görürsünüz, temperatur 0 selsidən aşağı düşmür. Eləcə də 350 millimetr yağıntı qeydə alınmışdır. Yəni 350 millimetr yağıntıdır. Ümumiyyətlə bu qrafiki gördükdə görsəniz ki, 350 millimetr mərkəzində yağıntı var. Temperatur 0 selsidən aşağı düşmür və yay aylarında 27 selsidən yuxarı olur. Bu zaman mütləq şəkildə Kür-Araz ovalığı olduğunu bilməliyik. Yəni istənilən halda bu düzənlik ərazi yarımsəhra quru-çöl üçün hakimdir. Digərləri isə yüksək dağlar göstərdiyi üçün cavab doğru hesab edilə bilməz. 44-cü sualın doğru cavabı B variantı. 45-ci sual. Havanın temperaturu və yağıntıların illik gedişini göstərən qrafik hansı məntəqəyə
aiddir. Deməli 1410 millimetr yağıntıya malikdir. Gördüyünüz kimi temperatur 0 Selsidən aşağı düşmür. Yay aylarında 25 Selsiyə qədər, qış ayları 5 Selsiyə qədər temperatur müşahidə olunur. Yəni burada 1410 millimetr yağıntı, yəni Kəlbəcər, Qusar, Qax, Şəmkir, bunların heç birində müşahidə olunma ehtimalı yoxdur. Yəni sualımızın doğru cavabı elə Astara. Yəni gördüyünüz bu qrafik Astaranı göstərmiş olur bizə. A variantı 45-ci sualın doğru cavabıdır. 46-cı sual. Hansı ərazilər arasında buxarlanma qabiliyyəti fərqi daha azdır? Deməli, buxarlanma qabiliyyəti fərqi daha azdır deyəndə, yəni bu quraq ərazi, bir də yağıntı düşməyən ərazi olmalıdır. Məsələn, Talış dağları Küraraz. Məsələn, bunlar fərqlidir. Sonra Küraraz Murovdağ ola bilməz. Arazboy düzənliklər Böyük Qafqazın şimal-şərqi ola bilməz. Abşeron yarımadası Böyük Qafqazın cənub-şərqi cənub yamacları ola bilməz. Arazboy düzənliklər Nil düzü. Bəli, bunlar arasında buxarlanma qabiliyyəti ilə deməli buxarlanma qabiliyyəti fərqi daha azdır. Məsələn, burada buxarlanma və buxarlanma bunların hamısında buxarlanma və buxarlanma qabiliyyəti arasında fərq digər 4 variantda çoxdur. Ancaq Arazboy düzənlikləri və Mil düzündə isə buxarlanma qabiliyyətləri arasındakı fərq azdır. 47-ci sual. Azərbaycanın hansı ərazilərində düz günəş radiasiyasının kəmiyyəti daha çoxdur və bunun səbəbi? Deməli, Azərbaycanın hansı ərazilərində daha çoxdur deyəndə, bilirsiniz ki, Naxçıvan ərazisi yüksək dağlığında, eləcə də Şərqi Ordubadda, hətta yüksək dağlıq ərazisində Şərqi Ordubaddan belə deməli düz günəş radiasiyasının kəmiyyəti daha çoxdur. Məsələn, Naxçıvan buludluluğun az olması. Elə sualımızın doğru cavabı A variantında yer almışdı. Küçük ovalığında səpələnən radiasiya ola bilməz. Lənkəran ovalığı buludluq çoxdur, düz radiasiyadan söhbət gedən bilər. Abşeron və Qobustan əks olunan radiasiyanın çox olması hansı əks olunan radiasiyadan söhbət gedə bilər? Yüksək və orta dağlıq ərazilərdə udulan radiasiyanın yüksək olması, bu da deməli, E variantı sualımızın doğru cavabı deyildir. Yəni, Azərbaycan hansı ərazisində düz günəş radiasiyası kəmiyyəti daha çoxdur və bunun səbəbi və udulan radiasiyanın yüksək olması. Xeyr, Naxçıvanda buludluluğun az olması A variantı sualımızın doğru cavabıdır. 48-ci sual. Azərbaycan hansı əraziləri daha az düz günəş radiasiyası alır və bunun səbəbi. Deməli, Azərbaycanın hansı əraziləri daha az düz günəş radiasiyası alır? Buna biz, yəni ya buludluğun çox olduğu ərazini götürməliyik ki, burada səpələnən radiasiya çoxdur və buludluq çox olduğu üçün. Məsələn, Abşeron Qobustanda düz günəş radiasiyası e, elə böyükdür, güclü küləklərin əsməsi səbəb deyil də. Yəni doğrudur, Abşeron Qobustanda çoxdur düz günəş, amma güclü küləklərin əsməsi deyil səbəb. Şura ovalığı əks olunan radiasiyasının böyük olması, bu da yanlışdır. Naxçıvan buludluğun az olması C variantı sualımızın doğru cavabı. Dağətəyi və orta dağlıq ola bilməz. Buludluq böyüklük, yüksək dağlıq ərazilər əks olunan radiasiyanın göstəricisinin çox olması. Azərbaycan hansıra düz günəş radiasiyası kəmiyyəti daha çoxdur və bunun səbəbi Azərbaycan düz günəş radiasiyası alır və bunun səbəbi. Demək olar eyni sualdır hər ikisində. Yəni burada da yenə Naxçıvan buludluğun az olması C variantı sualımızın doğru cavabıdır. 49-cu sual. Bakıda il ərzində havanın temperaturu və günorta vaxtı günəş şüalarının düşmə bucağının dəyişməsinin düzgün edildiyi qrafiki müəyyən edin. Bayaq dedim axı, yəni Bakıda yəni günəş gəlir 23:5-ə qədər, Bakı yerləşir 40 dərəcə şimal elliyində. Deməli, nə edəcək? İyul ayına kimi artacaq, ilin ortasına kimi. Sonra başlayacaq azalmağa. Eyni zamanda, yəni artacaq iyun ayına kimi, sonra azalacaq. Bizdə nəyə soruşur? Temperatur da elədir də. Yəni görürsüz, qış aylarında günəşə düşmə bucağı azdır, yayda çoxdur. Temperatur qışdan yaya doğru getdikcə artır. Deməli, hər ikisi eyni olmalıdır da. Hər ikisi də eyni olduğu üçün, bax görürsünüz, D variantda mən çəkdiyim qrafikə bənzər qrafik var. Ona görə D variantı sualımızın doğru cavabıdır. Məsələn, burada desəydik, məsələn, Argentinanın Buenos Airesi desəydi, burada C-ni götürərdik uşaqlar. Bilirsiniz niyə? Çünki C-də bu şəkildə istənilən qrafik, indi Mişqa bir qədər narahatçılıq verir. Bu şəkildə istənilən qrafik cənub yarımkürəsini göstərir. Yəni heç bir halda bunu şimala götürə bilmərik. Heç sualımıza aidiyyəti oldu ya olmadı. Fərq etməz. Digər sualları qarşılaşdıqda belə götürməlisən.
Bakı şəhərində havanın temperaturu illik gedişinin qrafikini müəyyən edin. Deməli, Bakı şəhərində havanın temperaturu və illik gedişi qrafikini müəyyən edin. Deməli, Bakı şəhərində havanın temperaturu dedik axı bu şəkildədir, bayaq qeyd etdik. Və bu da bu şəkildə bənzəyən şəkil hansıdır? Bir C-dədir uşaqlar, bir də B-dədir. B-də görürsünüz sıfırdan aşağı düşür, ona görə götürə bilmərik. Amma B-ni götürə bilərik. Yəni Bakıda sıfırdan aşağı düşməsi illik gedişində qeydə alın. C variantı sualımızın doğru cavabıdır. 51-ci sual. Xəzri küləklərinin istiqamətini müəyyən edin. Dedik axı, xəzri küləkləri şimal və şimal-şərqdən əsən küləklərdir. Yəni külək əsdiyi istiqamətlə müəyyən edin. İndi baxaq görək şimal və şimal-şərqdən əsən hansıdır burada? A variantı deyil, B deyil, C də eyni zamanda deyil, D də deyil. Və E sualımızın doğru cavabıdır ki, yəni şimal və deməli şimal-şərqdən deməli, şimal və şimal-şərqdən əsən küləyimiz olaraq E variantını qeyd etməliyik. Yəni, burada digər variantlarda şimaldan əsən bir dənə belə olsun küləyə qeyd edilmiş. Kilovar küləklərin istiqamətini müəyyən edin. Kilovar küləklər cənub və cənub-şərqdən əsən küləklərdir. Burada da cənub və cənubdan əsən külək varmı? Baxırıq ki, bir E variantında var. Bir B variantında var cənubdan əsən külək, digər variantlarda yoxdur, dərhal çıxırıq. Bir də deyir cənub və cənub-şərqdən dedik axı. Ona görə B variantı sualımızın doğru cavabıdır. Cənub və qərbdən əsən küləklər desəydik, hə, onda E variantını götürərdik. Cənub və cənub-şərqdən dediyi üçün B variantı sualımızın doğru cavabıdır. Azərbaycanda düz günəş radiasiyasının ərazilər üzrə azaldığı sıranı göstərin. Yəni ki, burada buludluğun çox olduğu ərazidən buludluğun az olduğu əraziyə doğru getməliyik. Baxaq variantlara. Lənkəran ovalığı, bəli, buludluq çoxdur. Düz günəş radiasiyası deməli, ərazilər üzrə azaldığı sıranı göstərir. Xeyr, onda E variantı göstərə bilmərik də. Birinci biz düz günəş radiasiyasını, yəni temperaturu yüksək olduğu əraziləri götürməliyik, yağıntının az olduğu, belə deyil, belə ifadə etmiş olaq. Lənkəran ovalığı, yəni B variantını yenə də götürə bilərik. Çoxalan desəydi Lənkərandan başlaya bilərik. Naxçıvanın yüksək dağlığı, Böyük Qafqazın yüksək dağlığı, Lənkəran ovalığı, elə C variantı sualımızın doğru cavabıdır. 54-cü sual. Azərbaycanda düz günəş radiasiyasının ərazilər üzrə artan sırası. Bəli, indi hal-hazırda bax Lənkərandan başlaya bilərik. Məsələn, burada da başlaya bilmərik. Nədən? Kür Araz ovalığından məsələn başlaya bilmərik. Sonra Lənkəran ovalığı, Lənkəran ovalığından başlaya bilərik. Kiçik Qafqazın yüksək dağlığı bizə deyir ki, artan sırası. Yəni Kiçik Qafqazın yüksək dağlığından da başlamamız doğru deyildir. Ona görə Kiçik Qafqazın yüksək dağlığı, Lənkəran ovalığı da doğru cavabımız ola bilməz. Yəni, deməli, onda qalırıq D və E variantlarının arasında. Lənkəran ovalığı, Naxçıvanın yüksək dağlığı, Kür Araz ovalığı, E variantları Lənkəran ovalığı, Böyük Qafqazın yüksək dağlığı, Naxçıvanın yüksək dağlığı. Uşaqlar, yadda saxlayın ki, Böyük Qafqaz, Naxçıvanın yüksək dağlığında Respublikamızın bütün ərazilərindən günəş radiasiyası miqdarı böyükdür. Bütün ərazilərindən bir mənalı şəkildə. Ona görə də biz E variantını doğru götürməliyik. Yəni istənilən halda Böyük Qafqazdan çoxdur. Ona görə birinci Böyük Qafqaz, sonra Lənkəran, daha sonra Naxçıvan yüksək dağlığı gəlməlidir. Atmosfer təzyiqinin artmasına görə Azərbaycanda dağ zirvələrinin düzgün sırasını müəyyən edin. Deməli, atmosfer təzyiqinin artmasına görə bizdən deyir ki, dağ zirvələrinin düzgün ardıcıllığını müəyyən edin. Deməli, burada var Dərə Ləyəzin ən hündür zirvəsi Şuşa 3120, Qapıcıq 3904. İlk olaraq, yəni suala vurğulayanda atmosfer təzyiqinin artmasına görə. Bilirsiniz ki, siz yer səthindən Şuşaya doğru getdikcə atmosfer təzyiqi artır. Düzdürmü? Eyni zamanda bunun əksi necə olacaq? Əksi də o olacaq ki, aşağı getdikcə də atmosfer təzyiqi artacaq. Deməli, biz hündürlükdən aşağı düşəndə atmosfer təzyiqi artır, yuxarı qalxdıqca isə atmosfer təzyiqi düşür. Və məsələn, deyilir axı, məsələn, dağ yerlərinə gedəndə deyirlər, dağın havası təmizdir, nə bilim, nəfəs almaq olmur. Çox adam üçün çətinliksə, bu təzyiq fərqindən daha çox dolayı yaranan problemdir. Ona görə də biz elə bil ki, dağa qalxdıqca atmosfer təzyiqi düşür, endikcə isə atmosfer təzyiqi qalxır və deməli səhhətimiz əvvəlki qaydaya geri dönmüş olur. Bizə atmosfer təzyiqinin artmasına görə dediyi üçün biz hündürlükdən aşağıya doğru getməliyik. Məsələn, Küçü dağ 3120-dir, Qapçıq 3904-dür. Düşə bilərik 3120-dən 3904-ə. Xeyr. Kömürköy 2493-dür. Böyük Kirs
Deməli, 2725-dir. Yəni bu da mümkün olası hal olmadı. Çünki kömürçöydən böyük kilsə də düşə bilmədik. Bizə aşağı düşmək lazımdır ki, artsın. Şaxdağ 4191-dir, Camışdağ 3724-dür, Dübrar 2205 metrdir. Ona görə C variantı elə sualımızın doğru cavabıdır. Aha, keçək növbəti suala. 56-cı sual. Azərbaycanda olan dağ zirvələrində atmosfer təzyiqinin artmasına görə sıraları müəyyən edin. Yəni, üzr istəyirəm, azalmasına görə sıraları müəyyən edin. Bu dəfə isə biz yüksəkliyə doğru qalxmalıyıq. Yəni, başlamalıyıq artıq, necə deyirlər? Daha çox atmosfer təzyiqinin azaldığı ərazilərə doğru irəliləməyə. Deməli, başladıq dəniz səthindən 760 millimetrdən. Deməli, Qızyurdu 2433, Böyük Kiz 2725, Kömürköy 2493. Yəni ortada Böyük Kirs olduğu üçün A variantı sualımızın doğru cavabı deyil. Sonra Kömürköy 2433, Şaxdağ 4190, üzr istəyirəm, Şaxdağ 4243, 4200, deməli 4243, Kömürçay 2493, 4243, Dübrar 2205. Yəni burada da Dübrara görə doğru götürə bilmərik. Kömürçay 2493, Camışdağ 3724, Tufandağ 4191. C variantı sualımızın doğru cavabı olmuş oldu. 57-ci sual. Burada doğru cavabımız C variantı. C variantı 56-cı sualın doğru cavabı. Xəritə sxemi əsasən yağıntıların illik miqdarının daha çox olduğu inzibati rayonları müəyyən edin. Baxın, yağıntı ən çox, elə bax bu xəritədə qeyd edilir. Ən çox dedikçi bir daha qeyd edirəm. Bax, görəsiniz. Rəngi də fərqləndirəcəm. Aydın şəkildə görmüş olasınız. Respublikamız ərazisində yağıntı daha çox düşür bu hissəyə. Üzr istəyirəm. Mouse bir qədər sözümüzə baxmır. Yağıntı ən çox Respublikamız ərazisində düşür bu hissəyə. Bax, gördüyünüz bu hissəyə. Böyük Qafqazın cənub və cənub-şərq Yamaclarına. Bir də düşür Talış dağlarına. Hə, üçüncü də ən çox düşür desə, bax bu hissəni qeyd edirsiniz ki, yəni bu hissəyə düşür. Kiçik Qafqazın orta və yüksək dağlığına daha çox düşmüş olur. Aha, deməli bizə deyir ki, xəritə sxemasında yağıntılar illik miqdarına daha çox olduğu inzibati rayonlar. Yadınıza salın, daha çox olduğu inzibati rayonlar, bax elə bu Balakən rayonları arasını götürə bilərik. Məsələn, biri götürə, ikini götürə bilərik. 2 Balakən, bəli. 4 deməli Kəlbəcər, 4 Qəbələ, 6 Kəlbəcər. Elə sualımızın doğru cavabı A variantında qeyd olunur. Keçək növbəti suala. Xəritə 58-ci sual. Xəritə sxemi əsasən illik günəş radiasiyasının miqdarının daha çox olduğu əraziləri müəyyən edin. Aha, illik günəş radiasiyasının miqdarı daha çox olduğu dedikdə, dərhal biz düzənlik ərazilər. Məsələn, birinci ağlımıza ancaq Naxçıvan gəlir də. Yəni Naxçıvanın həm yüksək dağlığı, həm bax bu Şərli Ordu bax düzənliyi. Deməli, illik günəş radiasiyasının miqdarı çoxdur bu ərazilərdə. Ona görə biz 3-ü götürməliyik. Yəni 3-də haranı qeyd edib? Şərli Ordu bax düzənliyi E variantı. Yəni ən yüksək bu ərazilərdədir. Yəni yüksək dağlığını vermiş olsaydı, yüksək dağlığında Şərli Ordubaddan da daha çoxdur. Hava temperaturu 59-cu sual və yağıntının illik gedişinin aylar üzrə diaqramına uyğun gələn məntəqələr. Baxın, 14, onda 4, 247 millimetr verilirsə, uşaqlar, yadda saxlayın ki, bu ərazi mütləqdir ki, bu ərazi mütləqdir ki, Bakıdır. Bakı. Rəngi dəyişək. Aydın seçilsin. Bakı. Bu ərazi Bakıdır. Yəni gördüyünüz bu ərazi Bakı olmuş oldu. Bakı. Deməli yazaq bura Bakı. Biraz bizi uşaqlar burada qeyd etmək olmadı bundan. Yazaq elə bu şəkildə yazaq, yadınızda qalsın. Bu Bakıdır, Bakı. Bakı.
Bakıdır. İkinci ərazi 14 selsi 1402 deməli 1402 yağıntı. Bu da uşaqlar yadda saxlayın, bu da Lənkərandır. Lənkəran, Lənkəran, Lənkəran. Aha, bu da Lənkərandır. Yəni mouse yazmaq çox çətindir. Yəni səsli şəkildə diqqətinizə saxlasanız, özünüz üçün bir qeyd götürsəz daha yaxşıdır. Deməli, bir oldu Bakı, uşaqlar. İki də oldu Lənkəran. Ha. Deməli, 1-ə 1, 2-yə 4. Görək elə bir variant var. Bəli, var. E variantı elə sualımızın doğru cavabıdır. E variantı. Keçək növbəti suala. 60-cı sual. Deməli, sonra 21 sualımız qalıb. E, demək olar bitiririk. Hava temperaturu və yağıntıların illik gedişi aylar üzrə diaqramlarına uyğun gələn məntəqələri müəyyən edin. Deməli, verir deməli 1036 yağıntı, 571 yağıntı vermişdi bizə. Görə indi bunlara uyğun gələn hansı ərazilərimizdir. Deməli 1036 yağıntıya uşaqlar yadda saxlayın ki, Zaqatala uyğun gəlir. Zaqatala. İkinciyə isə Quba 571 916 gələndə isə Quba uyğun gəlir. Deməli 1-ə 6, 2-yə 2. Görə elə variant var. Bəli, D variantı sualımızın doğru cavabıdır. 61. Gəncə şəhərindən Camışdağ xətti üzrə iqlim tiplərinin ardıcıllığı. Ümumiyyətcə, Kiçik Qafqazda deməli yarım səhradan başlayaraq irəliləyirsiniz. Bir də yadda saxlayın ki, qışı quraq keçən mülayim isti ilə qışı quraq keçən deməli soyuq iqlim burada ardıcıl şəkildə gəlir. Məsələn, yay quraq keçən mülayim istidən başlaya bilmərik. Qışı mülayim keçən yarım səhra və quru çöl. Bəli, buradan başlaya bilərsiniz. Qışı mülayim keçən yarım səhra quru çöl, qışı mülayim keçən yarım səhra quru çöl, qışı soyuq keçən yarım səhra və quru çöl Naxçıvan ərazisidir. Bunu da götürə bilmərik. Deməli, başlamalıyıq B, C və D variantlarına. Baxaq. Ardına yayı quraq keçən mülayim isti ola bilməz. Çünki qışı quraq keçən mülayim isti gəlməli. Qışı mülayim keçən yarım səhra quru çöl, qışı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq dağ tundra. C variantı sualımızın doğru cavabıdır. Yəni 3 dənə deməli qış sözünü ard-arda gəldiyi, yəni deməli ard-arda gəldiyi iqlim tipləri Kiçik Qafqaza aiddir. Yəni Kiçik Qafqaza aiddir. Yəni qışı mülayim keçən yarım səhra quru çöl, qışı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq, bir də dağ tundra iqlimi sonda gəlirsə, bu elə Kiçik Qafqazda bizim Gəncə şəhərindən Camışdağa doğru irəliləmiş olduğumuzu göstərir. 62-ci sual. Günəş radiasiyasının dəyişmə qrafiki xəritə sxemdə verilən istiqamətlərdən hansına uyğundur? Bax görürük ki, 130-dan başlayır təqribən. Gəlir 155-ə qədər. Deməli, ən yüksək günəş radiasiyası müşahidə olunur. Deməli, hündürlüyə doğru. Aha, orta dağlıqda aşağı düşür. Hündürlüyə doğru isə günəş radiasiyasının miqdarı artır. Baxaq. Deməli, 4000 metrə yaxın gəldikcə, deməli, günəş radiasiyasının miqdarı artır. Deməli, Respublikamız ərazisində, deməli, başlayırıq biz, deməli, düzənlikdən yüksəkliyə doğru irəliləməyə. Məsələn, 5-də elə düzənlik boyu hərəkət edir, 1-də də düzənlik boyu hərəkət edir, 2-də dağdan düzənliyə gedir, dağdan düzənliyə doğru getmiş olur. Sonra deməli, qalır 3 və 4. 4-də bilirsiniz ki, deməli, demək olar ki, burada düz şəkildə irəliləyir də Talış dağlarında. Burada dedik axı, orta dağlıqda buludluq az olur. Yəni, yağıntı aşağı hissədən çox olur. Yəni, bu artan qrafika ilə gedir də. Yəni, qrafikasını qurası olsaq, bu artan şəkildə gedir. Amma 3-də gördüyünüz kimi, bax, bu hissədə, deməli, gördüyünüz Qobustan ərazisində, Abşeron Qobustan ərazisində yüksək dağlığa doğru getdikcə bizi bu qrafikimizi, yəni 62-ci şəkildə gördüyümüz bu qrafiki almış olaraq. Ona görə də doğru cavabımız elə bütün qeyd edildiyi A variantıdır. A variantıdır ki, bu elə sualımızın
Doğru cavabıdır. 63-cü sual. İqlim diaqramlarına uyğun gələn müvafiq məntəqələr. Deməli, iqlim diaqramlarına uyğun gələn müvafiq məntəqələr, görürsünüz, bunlar hər ikisi oxşardır da. Dəfələrlə təkrar-təkrar da salınır. Bax, gördüyünüz bu birdə olan hissə, bax, birdəki diaqram aiddir şuya. İkidə olan diaqram isə aiddir isti suya. Yəni, Naxçıvana yox, isti suya. Yəni, bu Şuşa ilə isti sunun diaqramları bir-birinə bənzərdir. Yəni bunu göz yaddaşı ilə yadda saxlamanızda fayda vardır. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Yəni görürsünüz 1-də D, A, C və 2-də B göstərilir. Yəni D nədir? Qışı quraq keçir. B nədir? Yayı quraq keçir. Bunların ortaq cəhət nədir? Mülayim isti iqlim tipinə aiddir. Deməli bilirsiniz ki, siz Naxçıvanda mülayim isti iqlim tipi yoxdur. Yəni bunu bilirik də. Bu ortaq cəhəti olaraq göstərildiyi üçün biz burada deməli mülayim isti iqlim tipi olan hissəni, yəni görürsünüz bu Naxçıvana lap belə göstərək, Naxçıvanı çıxırıq 5-ci cavabımızdan. Bir qədər qalın çəkmiş olduq bunu. Naxçıvanı qaralayıb çıxartdıq. İndi 5-i də gəlin burada hər birindən çıxardaq 5-i. 5-i deməli A-da və D-də 5 var. 5-i hər ikisindən çıxdıq. Aha. Deyir ki, mülayim isti iqlim tipinə aiddir. E, Mülayim isti iqlim tipinə aiddir. Sonra eyni zamanda bildirir ki, burada deməli qışı quraq keçir. Mülayim isti Naxçıvanda olduğumuz üçün hər ikisindən Naxçıvanı çıxdıq. Sonra gəlir, nə gəlir? Ortaq cəhətləri nədir? A və C mülayim isti iqlim tipinə aiddir. Düzən meşə çəmən landşaftı intrazonal landşaft yayılıb. Yəni respublikamız ərazisində intrazonal landşaft yayılıb bax bir də bu üstünə yazılan ərazidə yayılmışdır. Yəni 3 və 1 elə sualımızın B variantı doğru cavabıdır. Aha. Bir qədər qalın oldu. Bu qədər qalın oldu. Xəttimizi nazikləşdirək. Deməli 64-də cavabımız, doğru cavabımız B oldu. 65. Azərbaycan ərazisində günəş radiasiyasının illik göstəricilərinə əsasən uyğunluğu müəyyən edin. Deməli, dedim axı, günəş radiasiyasının ən yüksək göstəricisi, deməli, Naxçıvanın yüksək dağlığında, daha sonra orta dağ, Arazboy düzənliklərində, Kür Arazda, bir də alçaq və orta dağlıq olaraq azalacaq. Deməli, azalan sıra necə olmalı? 2, 1, bir də 3 olmalıdır, düzdür? Hə, 2, 1, 3 olmalıdır. Onda necə olacaq? Ən azı aid edəcək 2-yə A, sonra bizə üzr istəyirəm, azalan sıra 2-yə C, deməli 1-ə B, 3-ə də A. Ona cavabımız nə olacaq? CBA. Görək CBA hansısa variantda var? Bəli, CBA elə A variantında qeyd edilib. 65-ci sualın doğru cavabı A variantı. Rəqəmlərə əsasən rütubətlənmə əmsalının vahiddən böyük olduğu məntəqələri müəyyən edir. Deməli, rütubətlənmə əmsalının vahiddən böyük olduğu ərazilər bir bu hissələrdir. Respublika, Talış dağları. Bir, Böyük Qafqazın cənub və cənub-şərq yamacları, eyni zamanda Kiçik Qafqazın orta dağlıq hissələridir ki, buralara aiddir. Deməli, buradan hansı rəqəmlər bizim gözümüzə dəyir? 1 və 4. Eləcə də gördüyünüz bu ərazi, deməli, aiddir rütubətlənmə əmsalının vahiddən böyük olduğu ərazilərə. Deməli, doğru cavabımız 1, 3 və 4. 1, 3, 4, 66-cı sualın doğru cavabıdır. 67-ci sual. Böyük Qafqazın cənub yamacına qış aylarında çox qar düşməsinin nəticələri. Deməli, Böyük Qafqazın cənub yamacına qış aylarında çox qar düşməsinin səbəbi yay aylarının əvvəllərində, nəticələri. Yəni çox qar düşməsinin nəticəsi. Bizə səbəbin nəticəsini soruşur. Yayın əvvəllərində çaylar quruyur. Xeyr. Yəni çox qar düşürsə, burada yayın əvvəllərində bol sulu olmalı. Yazda çaylar bol sulu olur. Bəli, dediyim kimi 2. Deməli, buraya yazırıq 2. Sonra torpaqlarda zəngin rütubət ehtiyatı yaranır. Bəli, yaranır 3. Sonra erozya prosesi güclənir. Bəli, qar gəlirsə, qar yağıbsa ərazidə erozya prosesi güclənir. Bitki örtücüyə inkişaf edir. Bu isə aid deyil. 2, 3, 4. 67-ci sualın doğru cavabı.
Böyük Qafqazın cənub yamacına qış aylarında az qar düşməsinin, az qar yağmasının nəticələri. Deməli, bayaq çox qar yağmasının nəticələri, indi az qar yağmasının nəticələri. Yayda çaylar daşır. Xeyr. Bu aiddir. Torpaqda rütubət çatışmır. Bəli. Rütubət çatışmazlığı müşahidə olunur da, belə deyək. Az qar yağırsa müşahidə olunur. Aha, görək bura 2 yaza biləcəyikmi biz? Aha, 2. Yayda çayların su sərfi kəskin azalır. Bəli. Az qar yağırsa kəskin azalacaq. Torpaq çox rütubət toplanır. Xeyir aid deyil. Bitki örtüyü zəif inkişaf edir. 5. Az qar yağmasının səbəbləri bax bunlardır. 2, 3 və 5. 68-ci sualın doğru cavabıdır. 69-cu sual. İqlim diaqramının səciyyəvi olduğu ərazilərə aid olmayan xüsusiyyətlər. Deməli, dedik axı bu 350 millimetrdir, mərkəzdə 350-dir. Bəyək bunu tapdıq axı, yadımızda saxlayaq. Sıfırdan yuxarıda aşağı düşmür temperatur. Bu aidlərə Kür, Araz. Uşaqlar, yadda saxlayırıq ki, bu aiddir Kür, Araza. Araz. Kür Araz'a aiddir bu. Deməli, biri aiddir. Demək, Kür Araz'a dəmiyə əkinçiliyi ki, aid olmayanlar deyilsə, biz uyğun olmayanlar seçməliyik. Kür Araz'a dəmiyə əkinçiliyi inkişaf etdirilir. Xeyr. Xeyr olduğu üçün elə doğru cavab götürürük də, doğru olmayanlar. Deməli, biri birdir cavabımız. Sonra boz qonur, boz səmən torpaqları aiddir. Aid olmayan lazımdır. Güneş radiasının miqdarı çoxdur, aiddir. Aid olmayan lazımdır. Çay şəbəkəsi sıxdır. Xeyr. Ona görə götürdük 1, 4. Sonra tüt şabalıdır, qara torpaqlara yayılması üçün əlverişli şəraitlər var. Şərait var. Xeyr, bu da yanlışdır. Yarım səhra landşaftı yayılmışdır. Bu da doğrudur. Deməli, onda doğru cavabımız oldu. Nə? 1, 4, 6. 70. Xəritə sxemi əsasən buxarlanma qabiliyyəti və yağıntı arasında fərqin daha çox olduğu məntəqələri müəyyən edin. Deməli, buxarlanma qabiliyyəti və yağıntı arasındakı fərqin böyük olduğu ərazilər deyəndə biz mütləqdir ki, quraq əraziləri götürək. Burada da quraq ərazilərimiz hansıdır? 1, 5 və 4. Bunlar bizim quraq ərazilərimizdir. Bu əraziləri, deməli, buxarlanma qabiliyyəti və yağıntı arasında fərqin daha çox olduğu məntəqələr kimi götürməliyik. Xəritə sxemi əsasən mümkün buxarlanma və yağıntı arasındakı fərqin daha az olduğu məntəqələri müəyyən edin. Deməli, baxın, eyni şeydir də buxarlanma qabiliyyəti, mümkün buxarlanma, yenə eyni şeyi götürməliyik. 5, 4, 5, 4, aha, bir də 1. Aha, burada baxın, ha, Naxçıvanda burada yüksək hissədə götürülür. Yüksək hissədə. Burada, yəni düzənlik hissədə götürülür. 1, 4, 5. 72. Respublikamızda əsasən küləklərin yaratdığı hava şəraiti. Respublikamızda əsən küləklərin yaratdığı hava şəraiti üzr istəyirəm. Respublikamızda əsən küləklərin yaratdığı hava şəraiti. Deməli, Xəzri havanı yayda istidir, qışda soyudur. Bilirsiniz ki, Xəzri soyuq küləkdir. Yayda isitmək ona xas xüsusiyyət deyil. Xəzri qışda və yayda havanın temperaturunu aşağı salır. Bəli, bu doğrudur. 2. Sonra kilovar havanın temperaturunu artırır. Bəli, bu da doğrudur. 3. Kilovar havanın temperaturunun azalmasına səbəb olur. Xeyr, bu yanlışdır. Xəzri yağıntıların azalmasına səbəb olur. Xəzri soyuq külək olduğu üçün özünə yağıntı gətirir. Bu da yanlışdır. Ağ yel və qara yel düzənlik ərazilərdə isti və quru hava şəraiti yaradır. Bu da doğrudur. Deməli, sualımızın doğru cavabı 2, 3 və 6. 72-ci sualın doğru cavabı. 73-cü sual. Respublikamızda əsasən küləklərin hava şəraitində yaratdığı dəyişikliklər. Deməli, Respublikamızın əsən küləklərin hava şəraitində yaratdığı dəyişikliklər. Ağ yel və qara yel yağıntılı hava şəraiti yaradır. Xeyr, tamamilə yanlışdır. Quru havadır. Yəni, vaxtından əvvəl əsir, çiçəklər deməli, ilk başda açdığı zaman vegetasiyanı tezləşdirir və məhsuldarlığı aşağı salır. İsti və quru küləklər. Gilavar qış aylarında havanı mülayimləşdirir. Bəli, isti küləkdə axı qış aylarının rəsmini mülayimləşdirməsin ki, xəzri küləyi qış aylarında havanı soyudur. Bəli, bu da doğrudur. Deməli, 2 və 3 doğru cavabımızdır. Burada qeyd edək, orada bir qədər pis düşmüş oldu. Sonra föhn küləkləri ilin soyuq dövründə dağlıq ərazilərdə isti və quru hava şəraiti yaradır.
F hüceyrələri ilin soyuq dövründə dağlıq ərazidə soyuq və yağıntılı hava şəraiti yaradır. Ağ yel, qara yel ilin soyuq dövründə temperaturu aşağı salır. Bu yanlışdır. F hüceyrələri ilin soyuq dövründə dağlıq ərazilərdə soyuq və yağıntılı hava şəraiti yaradır. Bir də 4-də nə yazılır? F hüceyrələri soyuq dövründə dağlıq ərazilərdə isti və quru hava şəraiti yaradır. Yəni burada elə 4 sualın doğru cavabıdır. 2, 3, 4. 73-cü sualın doğru cavabı. 74-cü sual. Azərbaycanda ümumi güneş radiasiyası və havanın temperaturunun paylanmasına aid xüsusiyyət. Deməli, ümumi güneş radiasiyasının miqdarı yan silsilədə Zəngəzur silsiləsindən azdır. Deməli, ümumi güneş radiasiyasının miqdarı yan silsilədə Zəngəzur, bəli, tamamilə doğru. Yan silsilədə, demək, Zəngəzur silsiləsində Respublikamızın hər yerindən yüksəkdir, Naxçıvan yüksək dağlıq hissələrində. Ümumi güneş radiasiyası, deməli, cavabın biri 1-dir. Orada qeyd edirik, biz mouse sözümüzə bax. Ümumi güneş radiasiyasının miqdarı Abşeronda Qusar mahalle düzənliyinə nisbətən azdır. Bu yanlışdır. Aha. Ümumi güneş radiasiyasının miqdarı Abşeronda Qusar mahalle düzənliyinə nisbətən yüksəkdir. Bu doğrudur. Bizdən doğrularını soruşur. Aid xüsusiyyətlər, bəli. Ümumi güneş radiasiyasının havanın orta illik temperaturu Muğam düzündə Gəncə-Qazax düzünə nisbətən daha yüksəkdir. Bu da doğrudur. 4 də doğrudur. 1, 3, 4. 74-cü sualımızın doğru cavabı. 75-ci sual. Azərbaycanda ümumi güneş radiyası və havanın temperaturunun paylanmasına aid olmayan xüsusiyyətlər. Ümumi güneş radiyasının miqdarı yan silsilədə Zəngəzur silsiləsindən azdır. Aid olmayanı soruşur axı bizdən. Ona görə biri çıxırıq. Aid olan 1. Ümumi güneş radiyasının miqdarı Abşeronda Samur dəvəsi ovalığına nisbətən azdır. Bu da yanlışdır. Yanlış olduğu üçün elə bunu doğru götürürük də. 2, 1, 2-dir. 2. Ümumi güneş radiasiyasının miqdarı Abşeronda Samur dəvəsi oranına nisbətən yüksəkdir. Bu doğrudur. Havanın orta illik temperaturu Muğan düzündə Gəncə-Qazax düzünə nisbətən daha yüksəkdir. Bu da doğrudur. Deməli, onda 2, 5, 6 olur. Havanın orta illik temperaturu Kür çəkirliyindən şərqdən qərbə doğru artır. Deməli, Kür çəkirliyində şərqdən qərbə doğru artır. Bu yanlışdır, azalır əslində. Şimdi azalır. Deməli, biri 2, biri 5. Biri 5. İyulun orta aylıq temperaturu Qanı xəritədə Şirvan düzünə nisbətən daha çoxdur. Bu da yanlışdır. 6 var. 2, 5, 6. 75-ci sualın doğru cavabı. 76-cı sual. Aşağıda iqlim diaqramına uyğun gələn iqlim yarım tiplərində yerləşən məntəqələri müəyyən edin. Yəni dəfələrlə bu qrafikə bu gün baxdıq. İnanıram ki, bunu yəni imtahanlarda düşəndə birmənalı şəkildə, rahat şəkildə yazasınız. 350 millimetr yağıntı, temperaturun bu şəkildə 0 Selsidən aşağı düşməməsini gördükdə bilirik ki, bu kül ərazidir. Bizə deyir ki, nə? Uyğun gələn iqlim yarım tipində yerləşən məntəqələri müəyyən edin. Burada nədir? Deməli, yayı quraq keçən, qışı mülayim keçən yarım səhra quru çöldür də. Aha, bizə deyir ki, yarım səhra quru çöl. Yəni bu ərazilərdə yerləşənləri tap. Bunlardan biri 4-dür uşaqlar. E, Mouse çox əsəbləşdirir hal-hazırda. Yəni niyə belə edir bilmirəm. Biraz yazmağa çalışaq. Deməli, biri 4-dür. E, deməli, qışı mülayim, yayı quraq keçən yarım səhra quru çöl. Biri 5-dir. Biri də ki 6-dır uşaqlar. Yadınızda saxlayın ki, yəni bu əraziləri bizdir ki, keçir, yayı quraq keçən mülayim sistem. Deməli 2, 5, 6. 76-cı sualın doğru cavabı 2, üzr istəyirəm, 76-cı testin doğru cavabı 4, 5 və 6. 77-ci sual. Orta illik temperaturun azalmasına görə şəhərləri sıralayın. Yəni, azalmasına görə deyirsə, düzənlik şəhərdən dağlıq şəhərlərə doğru getməliyik. Deməli, 2-dən başlayacaq. 3, 2, 3 və 1 olaraq işarətləməliyik. Yəni, 2, 3, 2, 3, bir də 1. 2, 3, 1. Yəni, bu şəkildə olmalıdır azalmasına görə. 78-ci sual. Orta illik yağıntının miqdarının azalmasına görə məntəqələrin düzgün sırasını müəyyən edin. Aha, burada məntəqələrin bizdən düzgün sırasını müəyyən etməyi tələb edir. Deməli, orta illik yağıntının miqdarının azalmasına görə. Ən çox yağıntı bilirsiniz ki, Astarıya düşür. Daha sonra 2 İsmayıllı gələr. Düzdürmü? Sonra 5 Ağsu.
Yəni dağlıq rayonlarımızdan düzənliklərə doğru getsək, yağıntının azalmasını müşahidə etmişik. 4, 2, 5. Bunlar getdi. Daha sonra bizə nə qalıb? 4, 2, 5 gedibsə, 1, 3 və deməli 4, 2, 5 bir dənə üzərindən xətt çəkək biz görək. Hə, 1 və 3 qalıb. Bilirsiniz ki, deməli burada da 3, daha sonra isə 1 gəlməlidir. Yəni Bakı, e, ardından isə Yevlax. Yağıntının azalmasına görə. Orta illik yağıntının miqdarının artmasına görə məntəqələrin düzgün sırasını müəyyən edin deyir. Deməli, orta illik yenə də burada da düzənlikdə dağlığa doğru gedəcək. Məsələn, ən sonda hansı gələcək? Ən sonda bilirsiniz ki, Lənkəran gələr. Yəni sonra isə ondan əvvəlsə Kəlbəcər gələr. Deməli, ən azdan başlayıb ən çoxa doğru getməliyik də burada. Düzdürmü? Burada başlayarıq deməli 5, üzr istəyirəm. Silək buranı. Təzədən yazaq. Burada başlayarıq. 5, 2, aha, sonra 5, 2, daha sonra deməli 4, 5, 2, 4, 1 və 3. 5, 2, 4, 1, 3. Ardıcıllığımız bu şəkildədir. 80, deməli 79-cu sual. 80-ci sual. Xəritə sxemi əsasən verilmiş məntəqələrin rütubətlənmə əmsalına görə qruplaşdırın. Deməli, rütubətlənmə əmsalı vahiddən böyük olan və vahiddən kiçik olan ərazilər. Yenə qeyd edirəm. Azərbaycan ərazisində ən çox yağıntı qeydə alınır. Bu hissədə Talış dağları, bu hissədə bir də böyük Kiçik Qafqazın orta dağlıq hissələrində. Aha, elə bu şəkildə çəkdikdə içində yazılan hərfləri görmüş oluruq. Deməli, rütubətlənmə əmsalı böyükdür. B və E-də 1-ə yazırıq ki, uşaqlar. B və E. 2-yə nə qalır burada? 2-yə də qalır, yerdə qalan. C, A, D. C, A və D. 81-ci sual və sonuncu sual. Bununla da testimizi yekunlaşdırırıq. Azərbaycan ərazisinə daxil olan hava kütlələri ilə bağlı uyğunluğu müəyyən edin. Burada verilib Mərkəzi Asiya hava kütləsi, mülayim dəniz kütlələri, bir də kontinental Arktik hava kütlələri. Gəlin baxın. Mərkəzi Asiya hava kütlələri qışda şimaldan daxil olaraq soyuq və şaxtalı hava şəraitinin yaranmasına səbəb. Bu ola bilərmi? Qışda şimaldan Mərkəzi Asiya hava kütləsi daxil olsun? Xeyr, ola bilməz. Çünki Mərkəzi Asiya bizdə şimalda yerləşmir ki. Yayda havanın temperaturunu aşağı salır, yağıntıların miqdarını azaldır. Bu da Mərkəzi Asiya hava kütlələrinə aid olan xüsusiyyətdir. İlin isti aylarında temperaturun yüksəlməsinə, soyuq aylarında isə aşağı düşməsinə səbəb olur. Eyni zamanda Xəzər dənizi üzərindən daxil olur ki, bu da aid olur Mərkəzi Asiya hava kütləsinə aid olan xüsusiyyətimizə. 1C. İkinci, mülayim dəniz hava kütlələri. Deməli, mülayim dəniz hava kütlələri qışda şimaldan daxil olaraq soyuq və şaxtalı hava şəraiti yaranmasına səbəb olur. Xeyr, bu da aid deyil. Yayda temperatur aşağı salır, yağıntının miqdarını azaldır. Bu da aid deyil. İlin isti aylarında temperaturun yüksəlməsi. Bu dedik ki, Mərkəzi Asiya hava kütlələrinə aiddir. Qışda havanın temperaturunun artmasına səbəb olur. Xeyr, bu da aid deyil. Temperaturun aşağı düşməsinə, yağıntıların artmasına səbəb olur ki, bu aiddir mülayim dəniz hava kütlələrinə. 2 də eyni. Üçüncüyə baxaq. Kontinental Arktik hava kütlələri. Uşaqlar, yadda kontinental Arktik hava kütlələri Respublikamızda şimal hissədən daxil olur. Yəni qışda şimaldan daxil olaraq soyuq və şaxtalı hava şəraitinin yaranmasına səbəb olur ki, bu da A variantında yer almışdır. Deməli, 1C, 2E, 3A. Bugünkü test toplumumuzdakı mövzuda Azərbaycanın iqlimi mövzusuna aid olan 81 ədəd testin izahına baxdıq. Ümidvaram ki, testi aydın və anlaşılıqlı şəkildə izah edə bildim. Testlə bağlı kimin qaranlıq sualı olarsa, rəy bölməsində bildirə bilər. Kanalımıza abunə olmağı, bizə dəstək olmağı unutmayın. Növbəti dərslərimizdə görüşənədək hər birinizə uğurlar.